Salam, axşamınız xeyir. Deməli, bu günləri mən sizə meyvə bağlarının gübrələnməsi mövzusunda məlumat xarakterli bir paylaşım eləyəcəm. Həm İspaniya, həm Kanada, həm Çinin konvensional bağlarının təcrübələrinə əsaslanan bir gübrə proqramı haqqında danışmaq istəyirəm. İlk öncə İspan variantına baxanda, məsələn, gilasda 3 ayrı rasyonla, mart apreli, aprel-may ayrı, may-iyun olaraq, yəni 3 dənə sabit rasyonla gübrələmə aparırlar. Kanada nümunəsində isə o şəkildə aparılmır. Yəni Kanadada, Çində 25 martdan başlayır və 70-75 günlük gübrələmə proqramına əsaslanır və həftəlik olaraq dəyişdirilməklə hazırlanır. Amma Çin rasyonunda baxanda, yəni o da təxminən Kanada variantı gedir. O 3 variantda 3 dövr üçün gübrə hazırlasa da demək olar ki, günlük qida rasyonu şəklində idarə olunur. Yəni fertikasiyanı anlayan, gübrələməni, damlama gübrələməni anlayan adamlar mən başa düşəcək ki, Kanada ilə Çinin gübrələnmə planlaması tamamilə belə oxşardır bir-birinə. Məsələn, birinci rasyon martın axırında, aprelin 15-nə qədər ki, nəzərdə tutulur. Başlanğıc isi 0,7, dövrün sonunda, belə deyək də, aprelin 15-nə kimi 1,2, 1,3 arasında isini dəyişdirir. Yəni, bu da elə Kanada variantına dayanır. Çünki günlük olaraq qida rasyonu dəyişir. İkinci gübrələmə 15 apreldən 5 may arasında yenə də hər sulamada isi qismən dəyişməklə davam edir. Üçüncü isə 5 maydan 5 iyuna qədər davam edir. Yəni bu şəkildə və martın 15-də sulamada başlayanda 0,7 isi ilə başlayırsa, 3-cü rasyonun axırında artıq 2,3 ilə 2,3-ə qədər qalxır. Biz də yəni bizim özümüzdə isə bağlarımızda isi 6-dan da yüksək olur bəzən. Yəni bir də görsən 6-7 isi ilə gübrə verilir. Dalıca məsələn 3 gün, 5 gün sulamalarda gübrə verilmir. Bu yəni sonra verilən boş su ilə seyrəldəcəyini düşünürlər. Yəni o şəkildə o əslində normal bir yanaşma deyil əslində. Çünki heç bir yerdə bu şəkildə yanaşma yoxdur. Rasyon hazırlanmasında bitkinin ehtiyacı diqqətə alınarkən Kanada və Çin təcrübələrində hədəflənən məhsuldarlıq nədirsə, ona əsaslanır. Yəni, bu il 10 tonmu, 5 tonmu məhsul götürəcəyini öncədən qərar verir və ona görə gübrə proqramını hazırlayır. Amma İspaniya variantında ağacın yaşı diqqətə alınmaqla, yəni, bu il 3 yaşı varsa, bu qədər gübrə 5 yaşı varsa, yəni, hər iki variantın doğru olduğunu qəbul eləmək yanlış olar. İspan variantı haradasa ağac sabit çətir formalaşdırdıqdan sonra, yəni, haradasa uyğun gələ bilər. Və yaxud da belə deyək də, indi gülməli də çıxsa, bir ənənəvi variantlardan da istifadə edib, yəni bu aqronomu çıxart, o aqronomu çıxart, bu aqronomu çıxart, aqronomu dəyişə-dəyişə bir şəkildə axırda gəlib çıxartsan, o tutturmaq olur da vəziyyəti. Yəni, sətir formalaşana qədər bir şəkildə tutturmaq olur. Yəni, mənim bu paylaşdığım mövzu, yəni paylaşmaq istədiyim mövzu, Ukraynalı Koçenko və yaxud Koreyalı Zühal və yaxud Kanadalı nə bilim kimin paylaşımları ilə qarışdırmayın. Kimsə hansısa 500 hektarda yaxşı nəticələr göstərə bilər və ya onu paylaşa bilər. Yəni Kürdəmirin tutaq ki 150 min hektar torpaq sahəsi var. Kimsə orada 500 hektar əkin sahəsi var və 40 ildir o əkin sahəsində əkir, nəysə əkir də tutaq, taxıl məkir, kartof məkir, qarğıdalı məkir, alça məkir, gilas məkir fərqi yoxdur. Və nə qədər səhv edirsin, 40 ildə axır ki o torpaqda nəyi necə etmək lazım olduğunu öyrənir, bilir. Və 40 il əkməyinə baxmayaraq, son 5 ildə, son 10 ildə deyək ki, axır ki o vəziyyəti tutturur, yəni torpağının əyrəskiyini anlayır və nəysə paylaşa bilir. Yəni bu açıdan baxsaq, yəni bu baxımdan yanaşsaq, ölkəmizdə də kifayət qədər Koçenko var, kifayət qədər Zühal var və s. var və ilə axır var. Yəni, öz torpağının dilini, bağın əyri əskiyini aqronomlardan da qat-qat yaxşı bilən fermerlərimiz yetərincədir. Yəni, heç bir aqronomu belə dinləmir və normal da yaxşı da bir məhsul götürür və heç aqronom da deyil, ixtisası sadəcə öz torpağında hər əyri əskiyi artıq bilir. Mən paylaşmaq istədiyim bağlara individual yanaşmanın təşkilidir. Yəni, mən demək istədiyim bağın potensialından düzgün istifadə eləməyin yolunu izah eləmək istəyirəm. Yəni bu kiminsə hansısa YouTube'da nəysə
paylaşmaqla bu mövzular tamamilə fərqli mövzulardır. Yəni izah elədim ki, yəni Kürdəmirin torpağından bir misal verdim, izah elədim ki, TikTokda kimsə və yaxud YouTube'da kimsə müəyyən bir nəticə paylaşırsa, bu o deməkdir ki, bu adam orada 30 il, 40 il təcrübə qoyub və bəli, məndən də qat-qat çox bilir, hamıdan qat-qat çox bilir öz torpağının dilini. Yoxsa Fransadan bir dənə aqronomun qoluna tutub gətiririk və cibində də bir rasyon gətirir, o molla dua gəzdirən kimi. Düşür bütün bağlara, eyni rasyonu tətbiq edərək gedir və kifayət qədər də belə deyək də aqronomlarımızın haqqına girir. Yəni əmək haqqlarına girir mi deyim, ümumiyyətlə də belə. Aqronom o deyil. Bu tip aqronomlar gilasda yetişirsə, gilas aqronomu olur. Pomidorda yetişirsə, pomidor aqronomu olur. Təhsili olsa belə təcrübə aqronomu sayılır. Akademik aqronomluq sayılmır.